Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Gördüyünüz bu turbo Naxçıvan şəhərindən göndərilib kargo vasitəsilə təmirə. Turboya ilkin baxışdan məlum oldu ki, turbonun kartrici, yəni pər hissəsi sıradan çıxıb. İndi isə turbonu sökək. Turbo söküldükdən sonra onun bıçaq hissəsinin tamamilə bərbad vəziyyətdə olduğunu siz də görürsünüz. Eləcə də turbonun kartricində hədsiz dərəcədə lift var. Yəni turbonun kartrici də, pər hissəsi də sıradan çıxıb. Bunların kartrici tamamilə yenisi ilə əvəz olunacaq. Bıçaq hissəsi isə təmizlənəcək, korpusu təmizlənəcək və əvvəlki vəziyyətə gətiriləcəkdir. İndi isə gördüyünüz kimi yeni kartric əlimizdədir. Turbonun korpusu təmizlənib, qumlanıb, bıçaq hissəsi təmizlənib, yağlama işləri aparılıb və son nəticə olaraq isə turbonun kartricini məhz bu korpusun üzərinə yerləşdirəcəyik və bərkitmə işləri aparacaq. Daha sonra isə üst krışkasını da yerləşdirdikdən sonra turbomuz təhvil verilmək üçün tamamilə hazır olacaq. Budur nəticə. Sizin də turbo ilə bağlı probleminiz varsa, WhatsApp-la əlaqə saxlaya və yaxud da zəng edərək məlumat ala bilərsiniz.